Hamıya salam. Bu videoda sizə 10 vacib riyaziyyat sualını izah edəcəm. İlk sualda 2 üstü x çıxaq 1 5-ə bərabər olduğuna görə 2 üstü x plus 1 neçəyə bərabər olar? Bunu tapmalıyıq. Gəlin burada qüvvətləri bir-birindən əlaqələndirək. Biz baxmalıyıq ki, x çıxaq 1-in üstünə neçə gəlsək, x üstə gələk 1 alınır. 2 gəlməliyik ki, burada mənfi 1 ilə 2 toplansın, müsbət 1 yaransın. Onda bu şəkildə bunu parçalasaq, yəni üstlər toplanıbsa, demək əsası eyni olan qüvvətlər vurulub. Bunu bu şəkildə yazarıq. 2 üstü x çıxaq 1 vuraq 2 üstü 2. Daha sonra burada da 2 üstü x çıxaq 1-in yerinə gətirib 5 qoysaq, 2 üstü 2 də 4-ə bərabərdir. 5 vur 4, cavab olar 20 D variantı. İkinci sualla davam edək. İkinci sual yaş məsələsidir. Sualda bizə deyir ki, uşaq anadan olanda anası 27 yaşındaydı. İndi onların yaşlarının cəmi 49-dur. Ananın neçə yaşı var? Gəlin qeyd edək. Ana və uşaq. Uşaq anadan olanda təbii ki, uşağın 0 yaşı olur. Ananın isə deyir 27 yaşı var idi. İndi neçə il keçib həmin vaxtdan biz bilmirik. X il keçibsə hər birinin yaşı x yaş artmalıdır. Onda uşağın olur x yaşı, ananın olur 27 üstə gələk x. Və bizə deyir ki, onların yaşlarının cəmi 49-dur. Onda biz ananın yaşı ilə, yəni 27 üstə gəl x ilə uşağın yaşını x-i toplasaq 49-a bərabər olur. Buradan da 2x bərabərdir. 49-dan 27-ni çıxırıq 22, x də bərabər olar 11. Bizdən soruşur ki, ananın neçə yaşı var? Ananın 27 üstə gələk 11 yaşı var idi, yəni 38 yaşı var. Doğru cavab C variantı olar. Üçüncü suala davam edək. Sualda deyir ki, O mərkəzli çevrədə MP və PO kəsənləri çəkilmişdir. PQ 4-ə bərabərdir, qeyd edək. QM 11-ə bərabərdir. PN 6 cm, N10-u tapın. Bu hissəni biz bilmirik. Gəlin bunu tamamlayaq. Çünki bu xətti axıra qədər çəkmək lazımdır ki, düsturu tətbiq edək. İndi görürsünüz, P nöqtəsindən 2 kəsən çəkilib çevrəyə. Kəsənlər haqqında düsturu yadımıza salaq. Kəsənin çöldə qalan hissəsi, yəni 4 vuraq. Kəsənin ümumi uzunluğu 15 eləyir. Bərabərdir. Digər kəsən üçün də eyni hasil yazaq. Yəni çöldə qalan hissəsi 6 vuraq ümumi uzunluğu. Ümumi uzunluğu da buralara x desək, 6 üstə gələk 2x olmuş olar. İndi buradan 4-ü 15-ə vurduq. 60 bərabərdir. 6 vuraq 6 plus 2x-ə. Hər tərəfi 6-ya bölsək 10 qalar. Yəni 2x üstə gələk 6 10-a bərabərdir. O zaman 2x 4-dür. X isə 2-yə bərabər olar. Biz də NO-ya elə x demişdik. Cavabımız 2. Belə bir çox maraqlı sualın izahına baxaq. Sualda deyir ki, 4 üstə gələk 12 bölək, 2 üstə gələk 16 bölək 5 çıxaq x 6-ya bərabərdir. Bu tip suallarda şagirdlər bəzən çaşır, ortaq məxrəcə gətirməyə çalışır, amma o düzgün bir metod deyil. Ən sadə yolu bu şəkildədir. 4-ün üstünə neçə gəlməliyik ki, 6 alaq? 2. Demək, bu kəsir 2-yə bərabərdir. Yaxşı, 12-ni neçəyə bölmüşük ki, 2 eləyib 6-ya? Yaxşı, 2-nin üstünə neçə gəlmişik ki, 6 eləyib 4. Demək, 16 bölək 5 çıxaq x 4-dür. Yaxşı, 16-nı nəyə bölmüşük ki, 4 olub? 4-ə. Demək, 5 çıxaq x 4-dürmüş. 5-dən də neçə çıxanda 4 qalar? 1 çıxanda. Bu şəkildə çox sadə yolla həll edə bilərsiniz. 5-ci sualla davam edirik. Bu sualda şagirdlərin yenə çox səhv etdiyi bir sual tipidir. X-i bizə 2 qat bərabərsizlik şəklində verib, Y-i də həmçinin x çıxaq Y fərqinin ala biləcəyi tam qiymətlərin sayını tapın. Burada x bəllidir bizə, amma Y-in qarşısında mənfi var gördüyünüz kimi. Ona görə gəlin mənfi Y-i hesablayaq. Bərabərsizliyin də mənfiyə vuranda uc nöqtələr yerini dəyişməlidir. Yəni 4-ü mənfiyə vururam, mənfi 4 yerini dəyişdi. 10-u da mənfiyə vururam, mənfi 10. Görürsünüz, sağla sol yerini dəyişdi. İndi x-in qiymətini də qeyd edək yuxarıda 12-dən 20-yə kimi. İndi tərəf-tərəfə bunları toplasaq, x çıxaq 20, y ortada olar. 20-dən 4 çıxsaq 16, 12-dən 10 çıxsaq 2.
Demək, x çıxaq y fərqi 2-16 aralığında dəyişir. İndi biz baxaq bu aralıqda neçə tam qiymət var. 2-dən böyük, 16-dan kiçik 3, 4, 5 bu şəkildə 15-ə kimi davam edir. Buradakı ədədlərin sayını tapmaq üçün də sondan başlanğıcı çıxıb üstünə 1 gələ bilərsiniz. Cavab olar 13 dənə. Və olmazsa olmazımız funksiya sualı, trigonometrik funksiyalara aid. Sualda deyir ki, şəkildə hansı funksiyanın qrafiki verilib. Bu tip suallarda təlaşlanmaq lazım deyil. Ən gözəl, ən sadə yolu odur ki, qrafikdən istifadə edərək, qiymətlərdən istifadə edərək yoxlamaq. Məsələn, burada baxın, pi böl 18 olanda x-in yerində y 3-2-yə bərabər olub. Gətirib burada x-in yerinə deyilən qiyməti qoyaq. 3 vuraq pi böl 18, çıx pi böl 6. Bu da ixtisar gedir. Pi böl 6-dan pi böl 6 çıxanda 0 qalır. Kosinus da 0-da 1-ə bərabər olur. Amma bizə lazım idi ki, 3 də 2-yə bərabər olsun. Bu səhvdir. Amma bunun qarşısında bir 3 də 2-yə vurmuş olsaydı, 1 vur 3 də 2 doğru cavab alınardı. İndi baxaq görə elə bir variant varmı? Bəli, D variantına baxın. Eynisidir kosinus olan hissə. Yenə də 1-ə bərabər olacaq yerinə qoyulur. Sadəcə qarşısında bir 3 də 2-yə vurduğuna görə cavab 3 də 2-yə bərabər olur və şərti ödəmiş olur. Yenə də şagirdlərin yaralı yeri olan oxşarlıq mövzusuna aid bir suala baxaq. Burada sualda ABCD trapesiyasında ABC bucağının ACD bucağına bərabər olduğunu bizə qeyd edib. Qeyd edək ki, hər ikisi alfa olsun. BC 12-yə bərabərdir. AD 27 olarsa AC-ni soruşur bizdən x deyək. Bu tip suallarda həmişə çarpaz bucaqları axtarmağa çalışın. Fikir verin, bu bucaq bir-birinə çarpazdır. Yəni buna beta desək, burada beta olur. Onda bu ACD 3 bucağının 3-cü ad qoymadığımız bucağına qamma deyək. Həmçinin ABC 3 bucağının da bu bucağına qamma deyək. İndi gəlin burada biz oxşarlığı tətbiq edək. Çünki ABC 3 bucağı ilə ACD 3 bucağı oxşar oldu bir-birinə. Baxın, hər 3 bucağı alfa, beta, qamma bir-birinə bərabər olmuş oldu. İndi oxşarlığa əsasən ABC 3 bucağında alfanın qarşısında dayanıb x. ACD 3 bucağında isə alfanın qarşısında dayanıb 27. Onda yazırıq x-in 27-yə nisbəti bərabərdir. Sonra keçdik. Əlimizdə var qammanın qarşısında olan. Qammanın qarşısında dayanıb 12, ACD-də isə qammanın qarşısında dayanıb x. Buradan çarpaz vursaq, x-in kvadratı bərabərdir 12 vuraq 27 şəklində almış olaraq. X də bərabərdir kök altda 12 vur 27. İndi gəlin bunu biraz parçalayaq, kökdən azad etməyə çalışaq. Burada 12-ni 3 vur 4 kimi göstərsək, 3-ü də 27-yə vuranda 81 eləyir. 81-dən 9 çıxır. 9-un kvadratıdır. 4-dən də 2 çıxır. 2-nin kvadratıdır. Vuranda 18. Doğru cavabımız B variantı olmuş olar. Növbəti sualla davam edirik. Silsilə mövzusuna aid bir sualdır. Yenə də silsilədən çox düşən bir sual tipidir. B-in həndəsi silsiləsində B2 kök 2-yə, B6 kök 10-a bərabər olarsa, bu hasili tapın. Burada qonşu hədlər haqqında qaydadan istifadə etmək lazımdır. Fikir verin, burada biz əgər B1 ilə B7-ni 1 yazsaq, indekslərinə fikir verin, 1 ilə 7-ni toplayıb yarı böləndə 4 eləyir. Demək, bunların hasili B4-ün kvadratına bərabər olmalıdır. Həmçinin 3 ilə 5-i də toplayıb yarı böləndə 4 etdiyinə görə B3 vur B5 də B4-ün kvadratına bərabər olur. İndi misalın şərtinə baxın. 2, 6. Görürəm ki, bunları da toplayıb yarı böləndə 4 eləyir. Ona görə bunların da hasili B4-ün kvadratını verməlidir bizə. Gəlin indi yerinə qoyaq. B2-nin yerinə kök 2 qoyuram. B6-nın yerinə kök 10. Bərabərdir B4-ün kvadratına. Buradan da B4-ün kvadratını tapırıq ki, kök 20-dir. İndi gətirək bu hasildə yerinə qoyaq. Biz tapdıq ki, B1 vur B7-nin yerinə B4-ün kvadratı yazmalıyıq. Vuraq. B3 vur B5-in də yerinə yenə B4-ün kvadratı yazdıq. İndi B4-ün kvadratda tapmışıq ki, kök 20-dir. Bunu da yerinə qoyaq. Kök 20-ni də kök 20-yə vuranda cavab 20 olmuş olar. Yəni doğru cavab A variantı. Növbəti suala baxaq. İfadəsinin qiyməti 2-yə bərabər olarsa, x-in mümkün qiymətlərinin hasilini tapın. Gəlin nə deyirsə onu yazaq. İfadəsini bərabər edək 2-yə. Kvadrat tənliyi aldıq. Kvadrat tənlikdə hamısını bir tərəfə yığmalıyıq.
x kvadrat üstəgəli 12x üstəgəli 8. 2 keçsi deyə bu tərəfə işarəsi əksinə dəyişdim, mənfi oldu. Onda x kvadrat üstəgəli 12x üstəgəli 6 bərabərdir 0. İndi Viet teoremini yadımıza salaq. Viet teoreminə əsasən çevrilmiş kvadrat tənlikdə köklər hasili sərbəst həddə bərabər olmalı idi. Yəni müsbət 6. Elə bizdən də hasilini soruşur, x-in qiymətlərini, demək doğru cavabımız 6 olmuş olar. Və son sualımız olan 10-cu suala baxaq. Çoxluqlar mövzusuna aid bir sualdır. Sualda deyir ki, Euler-Venn diaqramında kəsişməsi boş olmayan, kəsişmə ortaq elementlərdir. Yəni, boş olmayan o demək ki, orada ən az bir element olmalıdır. A və B çoxluqlarının elementlərinin sayı verilib və burada qeyd edib ki, x, y, z bir-birindən də fərqlidir. Həmçinin sıfıra da bərabər deyil. Olarsa, A birləşmə B-nin ən kiçik qiymətini tapın. Birləşmək istəyirsə, biz bunların hamısını toplamalıyıq. Baxın, 2x, 2x topladıq, 4x. Bir dənə y-imiz var. Üstəgəl 3z. Bir də çıxaq 3. Bunların hamısını topladıq, yazdıq. İndi bizə ilk cümlədə bir ipucu vermişdi ki, kəsişməsi boş deyil. Onda bu kəsişmə hissəsini ən az olması üçün 1-ə bərabər eləyirəm. O zaman 2x bərabər olur 1 üstəgəl 3, yəni 4. X də olur 2. Yəni biz x-in yerinə ən az ehtimalla 2 yaza bilərik. 4 olur 2. İndi gəlin y-ə və z-ə baxaq. İndi mən y-ə 1 desəm, onda z-ə 3 deməliyəm. Çünki 2-ni artıq işlətmişik, bir-birinə bərabər olmamalıdır. Amma ən az olması üçün gəlin z-ə 1 deyək, y-ə 3 qalsın. Niyə z-ə 1 dedim? Çünki z-ə 3-ə vurubdur. 3 desəm 3-ü 3-ə vuracam, 9 daha da böyüyür. Ona görə y-ə 3 deyirik, z-ə 1. 3-ü 1-ə vurdum 3, çıxaq 3. Buradan bu 3-lər islah oldu. 4-ü 2-yə vursaq 8, üstünə də 3 gələndə 11. Demək, birləşməsinin elementlərinin sayı ən az 11-ə bərabər ola bilər. Bu şəkildə izlədiyiniz üçün təşəkkürlər. Daha çox belə videoların davamı gəlməsi üçün səhifəmi izləməyi unutmayın.